Çok zor bağlı olmalı. Bilirsiniz, bu 8 veriyoruz tabii. Cengiz Məhəmməd bizi 25 yıl bundan qabağa apardı. Sonra yavaş yavaş gətirdi və sizlərin burada olmağının səbəblərini izah edir. Çox sağ Cengiz Məhəmməd. Mən sizin hamınızı təşəkkür ederim. İlk dəfə iştirak edənlər, xahiş edirəm ayağa qalxın. İlk dəfə bizim təbrinizdə. Bu təbir sizlər üçündür. Sizlərdə edən şəxslərdən mümkün və onlardan əl çəkməyin. Teşekkür ederim. Alkışlar sizindir. Ben özüm iktisatçı maliyyəsiyəm. Uzun müddət rəhbərlikdə işləmişəm. Amma 2020-ci ildə xoş bir təsadüfdə nazirliyimizi ləğv edədilər və biz işsiz qaldık. Və o qalanda da inanın ki, bizə mənə şəbəkə marketingi haqqında məlumat verdilər. O vaxtdan mən şəbəkə marketingi özümünkü bildim. Çətinliklərdən danışmıyordum. Cengiz Məhəmməd bizi biraz duyulandırdı. Və o xoş təəssüratlar birisi necədir? Daim sizin ətrafınız, insanlarınız, yaxınlarınız hərdən deyə bilərsiniz ki, buna dedim gəlmədi, onu dedim gəlmədi. İnanın ki, və burada zalda mənim orta məktəbdə oxuduğum sinif yoldaşlarım axırı qədər gözləmədi, getdilər. Amma kasa bilmezler. 48 ildən sonra indi gəlib bana. Hesab edirsiniz? Yəni indi görüşmüşük onlarla. Ancaq buna da şükür, əlbəttə ki, biz bu işi özümüz üçün, ailəmiz üçün, uşaqlarımız üçün, nəvələrimiz üçün, mən xoşdur görürəm, burada nəvələri görürəm və ətrafımız üçün tanıdığımız, tanımadığımız insanlar üçün görürük. Bu şansı dünən 5-ci gün olub, bugün 6-cı gündür. İnanın ki, burada zalda olanlar var. Bəzi şeylərə vaz edirlər. Fransadan sifariş keçib, komandanın sifarişlərini deyirlər. Moskvadan sifarişlər olub, Qazaxıstandan olub, Almaniyadan olub, Amerikadan olub. Özümə şəxsən müraciət edənləri deyirəm. Bu, şəbəkə marketinginin, forqarbar əsasının bizə verdiyi imkanlardır. Bu günlər evdə oturub, dünyanın 98 ölkəsi ilə siz öz biznesinizi qura bilərsiniz. Heç bir məhsul satmadan, heç bir xəstəlik müalicə eləmədən. Çünki bizim məhsullarımız doğrudan da insanlara lazımdır, vacibdir və istifadə edilir. Və mən bunun üçün ilk növbədə bugün burada iştirak edən, ilk dəfə iştirak edən təşəkkür edirəm. Burada birinci sırada oturanların hamısına təşəkkür edirəm. Mən sizi çox sevirəm. Mənim balaca nələrin sözüdür ki, mən səni sevirəm. Bu söz işlədir. Bəli, FOHO da insanlar dünyanı sevməyə öyrədir. Bizim övladlarımız, uşaqlarımız, ailəmiz eləmizdə olub, arxamızda olub. Burada sizlərə baxın, ağlamır, kədərlənmir, daha doğrusu. Nələrdən keçdiyimiz doğrudan da yaxşı, xoş təəssüratlardır bunlar hamısı və hamımızın qarşısında baş əyirəm. Çox sağ olun. Rəhmət əlimiz, Alcan xanım, Sərhat qulağımız Rəfşin, Şakir, birinci rəhbər, Sədaqət xanım, kimin adını çəkmədi, o deməkdə ki, çəkmədi. Hamınızı təşəkkür edirəm. Çəkilməm çox sağ olun, bir də təşəkkür edirəm. Bilirsiniz, iş başlayanda da mənim yanımda da mənim övladlarım olublar. Onların salamını çatdıraq. Burada olmadıqlarına görə üzr səhvdən iştirak edəmirlər. Pərimizə Nərgizin salamlarını çatdıraq. Hamınız onları tanıyırsınız. Tədbirlərinə baxsın. Və bu günləri bizim gözəl tədbirimizin aparıcıları, əsas görünməyən qüvvələri, Nilay xanım, Nuray xanımın qızı pultun arxasındadır. Gəlin salamlarınızı çatdıraq. Təşəkkür edirəm. Cengiz Məhəmmədimizi tamamlayın. Biz musiqi işlərlə pultun arxasında oturublar, onlara etibar eləmişik özümüzü. Çünki bizim şirkətin prezidenti Cənab Güqey Moskva tədbirində öz oğlunu təqdim elədi bizlərə vitse-prezident kimi. Bizim də ailənin vitse-prezidenti bizim övladlarımızdır, bizim dostlarımızdır, ətrafımızdır. Hamımızdır. Siz hərdən deyə bilərsiniz ki, necə başladınız, niyə başladınız? Bizə deyək. Başlamaq üçün inanın ki, nəyə demək istəyirəm? Sadə bir şey deyəcəm. Kimin mobil telefonu var? Əlizi qaldırın. Kimin evdə uşaqlarının mobil telefonu var? Nənə babasının mobil telefonu var? Neçə yerlər bir telefonu dəyişirlər, neçə aylar bir dəyişirlər, elə bir şey. Fol korporasiyasına qoşulmaq üçün heç nə lazımdır.
bircə nəfəriniz telefonunuzun modelini bizə də dəyişir. O məbləğ sizə yetəcək. Siz fon konferansına qoşulasınız. Və fon konferansında uğurlara, bizimlə bərabər dünyanın dostları ülkəsində biznes sunmağa gedəsiniz. Mən sizin hamısını təşəkkür edirəm. Sevirəm sizləri və daim də qulluğunuzdayım. Çox sağ olun, təşəkkür ederim. Sağ olun.